Salam millət, hər vaxtınız xeyir olsun, hər birini salamlayıram uşaqlar. Xoş gördük, millət, çoxdandır video yox idi. Hal-hazırda biz bir binary videosu çəkəcəyik. Çünki dünənləri bizdə USD GPI Forex-də gözəl belə bir əməliyyatımız olub və uşaqlar, hal-hazırda yenə də video çəkirik və bu videolar hamısı təlim xarakterlidir. Təlim xarakterli olmayan videolarımız isə uşaqlar ilk öncədən deyilir ki, burada risk eləyəcək, burada balansı şişirtməyə çalışırıq. Bu başqa mövzulardır millət. Martingale soruşan dostlarımız var. Martingale uşaqlar, Martingale-dan mən istifadə eləmirəm. Mən elədiyimi sizə göstərirəm. Mən cürbəcür strategiyalar sizə göstərmirəm. Görün bu strategiya necə işləyir, belə işləyir. Mənim uşaqlar öz strategiyam var və mən o ilə gedirəm. Mənə bəs eləyir. Yəni mən əgər oradan qazana bilirəmsə, mənə başqa nəsə lazım deyil. Yumurta verən toyuğu nəyəsə dəyişməyə ehtiyac yoxdur. Mən burada da eyni strategiyadan istifadə edirəm uşaqlar. Forex-də eyni strategiyadan istifadə edirəm. Sadəcə millət, burada fikir versiniz, biz video çəkirik və 5-10 dəqiqə, 15 dəqiqə, 20 dəqiqə video gedir və həmən videonu montaj eləmək söhbəti də var və 15 saniyəli time frame-də biz binary-də birbaşa əməliyyat aça bilirik və bir neçə şamı hesablaya bilirik. Burada bizdə spread yoxdur, açdığımız yerdən açılır qiymət və bu bizə çox böyük bir imkandır. Hansı ki, Forex-də bir də görürsünüz, euro-dollarda olur, 0 spread və bu hər valyutada belə olmur. Ona görə orada biz mikroskalping eləyə bilmirik, bir də ki, uşaqlar fon hesabları buna imkan vermir. Qısacası millət, kim fon hesabları ilə işləmək istəyirsə, fon hesablarını öyrənmək istəyirsə və fon hesablarında tam olaraq işləmək, Forex-də də işləmək olar, demirəm, Forex-də işləmək olmaz. Artıq bizim təlimimiz hazırdır. Təlim Telegram formatındadır. Modullarla öyrədirik və ondan sonra həftə sonu mən özüm və yaxud da ki, Rizvan müəllim sizə həmən o həftədə paylaşılan modulları, paylaşılan strukturları özü canlı şəkildə Telegram üzərində translyasiya olur və orada 1 saat yarım həmən bu situasiyalar sizə coach tərəfindən öyrədilir. Və millət, bu akademiya məndə uzun müddətli olmayacaq. Məndə sadəcə məqsəd var, hansı ki, özüm tələbəni yetişdirəcəm və öz komandama götürəcəm. Mənə всего 10 nəfər adam lazım olacaq və bu 10 nəfər o demək deyil ki, məsəl üçün 10 tələbənin onu da həmən qrupa keçid ala biləcək. Yox uşaqlar, məqsəd bu deyil. Məqsəd başqadır. Ola bilər ki, heç 100 tələbənin içindən mən 10 nəfəri seçə bilmərəm. Yəni bu Fibonacci qanunlarını öyrənin. Yəni təbiətin qanunları var. Faiz dərəcəsi var. Məsəl üçün kimsə gəlir əlaçı olur, kimsə gəlir tənbəl olur. Özün tapanlar yalnız, təslim olmayanlar, bazarda olanlar, bunu kazinoya çevirməyənlər. Amma bir şey deyim ki, orada bizdə binary təlimi olmayacaq. Strategiyalar bəli, eynidir, işləkdir. Sadəcə uşaqlar, orada kim olacaqsa, binary haqqında mənə suallar verməsin orada. Yəni ora bizdə sırf olaraq challenge-ləri keçmək, fon hesablarında işləmək, çıxarışlar etmək, reytinqlər qaldırmaq maraqlı bir gündəm olacaq. Yəni uşaqlar, demək istəyirəm ki, yəni bu akademiya uzun müddətli olmayacaq. Mən öz məqsədimə çatdıqdan sonra artıq uşaqlar, indi də elədi. Sadəcə izləyicilərim var. Hörmətsizlik edə bilmərəm. Hansı ki, məni adam 3 ildir, 4 ildir izləyir. Mən durum video çəkməyim. Yox, uşaqlar, amma müəyyən müddətdən sonra mənim də yəqin ki, videolarım tək-tək gələcək. Hal-hazırda da, yəni heç bir video çəkməsəm, mən sadəcə trade eləyib uşaqlar yaşaya bilirəm. Mənim gəlirim oradandır. YouTube-da mənim nə prosmotrum var. Mənə keyfiyyətli insanlar baxır. Yəni siz də onların içində olaraq keyfiyyətli insanlar baxır. Ona görə də bizim sayımız azdır uşaqlar. Mən heç böyük say da istəmirəm. Mən şəxsən istəmirəm mənim bu dəqiqə burada. Milyonaris başqadır. Amma H4FX-də mənə buna ehtiyac yoxdur ümumiyyətlə. Elə burada olanlar iskrini, həqiqətən tələb olub komandada olmaq istəyənlər, maksimum demişəm, parog var, 11 eləmərəm, 10 nəfər komandaya. İçi biz qarışıq. Özüm yetişdirəcəm, özümün də yanında olacaq. Burada məqsəd tam olaraq komanda üçün işləməkdir. Yəni mən bunun əziyyətini bugün çəkəcəm, hansı ki, sabahsı gün həmən komanda mənimlə birlikdə işləyəcək. Həmən o komandanın heç bir video çəkməyə və yaxud da ki, nəsə eləməyə ehtiyacı yoxdur. O sakitcə trade-ini eləyib gedib rahat yaşaya biləcək. Özdəki H4FX və yaxud da ki, Milyonaris deyək. Onun məkanı yoxdur. Onunla işləyən insanlar dünyanın hər yerindən ola bilərlər.
Yəni bu bir obyekt deyil ki, mən Azərbaycanda açım, sən gəl burada işlə. Və burada mənim işçim də yoxdur. Biz sadəcə komandayıq və bu komandada heç kim xəyanət eləyə bilməz. Məqsəd var, belə bir istək var. O yerinə yetəndən sonra mənim uşaqlar rahat yaşamaq imkanım varkən mən durub, baxın da belə sözün açığını deyim sizə, sizlə bir yaxın dost kimi, bir qardaşınız kimi deyək. Əgər siz deyək ki, ayda 20 min, 30 min dollar pul qazana bilirsiniz, dollarla 50 min manat. Sizin hansısa bir video çəkməyə və yaxud da ki, kiməsə nəsə sübut eləməyə istəyiniz olacaqmı? İnandırım ki, sizə mən bu dəqiqə bu videonu çəkirəm. Üstünüzə sağlıq, ziyarlanmıram, prosta sözün üstüdür deyirəm. Məndə bu dəqiqə bir dənə qrip var, mən belə nə bilim, ancaq yataram da, yəni imkan olsa. Ancaq bugün ayın 9-udur uşaqlar. Baxaq görək biz nə vaxt trade eləmişik bu şey. Bir dəqiqə. Heç nə sübut eləmək deyil. Mən bu bazara gələndə bu bazarda heç kim yox idi. Baxaq görək biz 27 dekabr. Bugün uşaqlar ayın 9-udur. Mən trade eləməmişəm. Forex-də də elədi. Görürsüz, mən buna eləməliyəm deyə yanaşmıram. Mən artıq o özgüvəni özümdə götürmüşəm, özümü ona öyrətmişəm. Məndə də stop loss olur, məndə də minus olur. O söhbət ondan getmir. Sadəcə prosesdə qalmağı bacarmaq lazımdır. Mən hər gün əməliyyat açmıram. Mən elə olur ki, 10 gün əməliyyat açmıram və bu fakt sizin gözünüzün qabağında baş verir. Sonra mən əməliyyatımı açıram və çıxıb gedirəm. Yəni uşaqlar, burada psixologiya çox önəmlidir və bunu mən öz tələbələrimə öyrədəcəm. Bir də bir şey deyim, bura mən sıfır, mənim heç bir anlayışım yoxdur, olanları götürmürəm. Amma uşaqlar, sizin üçün köhnə akademiya var, köhnə akademiyadan başlaya bilərsiniz. Köhnə akademiya sıfırdan sizi öyrədəcək, hansısa bir bazunuz olacaq, bazı olandan sonra siz gələ bilərsiniz yeniyə. Ora uşaqlar, yenə də deyirəm, çox məhdud olacaq və çox uzun müddət mən onu davam etdirməyəcəm. Yəni artıq videolar gələcək, təbii ki, mən sizi videosuz qoymaram, sadəcə təlim xarakterlidir uşaqlar, girin, baxın. Yəni təlimlərimiz açıq YouTube-da paylaşılır. Və bu birisi Modul X, bu başqa mövzudur. Burada mən sırf olaraq istəyirəm ki, özüm yetişdirim və öz komandam üçün. Yəni siz harasa işə gedəndə sizə deyirlər, təcrübəm var, deyirsən yoxdur, deyir götürmürəm səni işə. Mən götürürəm, öyrədirəm və öz yanımda saxlayıram. Əgər sən buna layiqsənsə, mənə əsəbi, nə bilim, özündən çıxan, negativ, məni nəsə ruhdan salan bir insanlar qəti qəbul eləməyəcəm. Yəni, mən elə adamları götürəcəm ki, sırf mənim kimi olsunlar. Qorxmasınlar, girsinlər palçığın içinə, çıxsınlar, heç nədən irgənməsinlər. Rahat insanlar. Onlar komandada olacaqlar, vəsə. Və uşaqlar, bu məhdud sayda olacaq. Kimə nə maraqlıdırsa, Instagrama yazır, məlumat alır. İndi hələ o qədər produkt təzədir ki, məhsul təzədir. Hal-hazırda ona bir məlumat videosu çəkiləcək, paylaşılacaq. Vəsə. Ondan sonra gəlirsiniz, öyrənirsiniz. Əgər bacarsaz, komandada qalırsınız və davam edirik. Yəni, bu Forex-də burada həmişəlik qazanc var. Bu həmişə olacaq. Çünki valyuta bazarı var və bu həmişə olacaq. Fikir verin, burada belə bir gedişatdan sonra bir dayanma olub. Composite indeks. Gəlin biz başqa yerə baxaq. Oyda Bitcoin OTC-dir. Bugün 5-ci gündür uşaqlar. Euro-dollara baxım görüm neynədir. Dünən euro-dollardan götürmüşəm Forex-də. Görək binarkalarda neyniyə bilirik. Gəlin belə eləyək. Neçə mindir? 6800 dollar. Əslində biz açmalıyıq 68 dollar həcmində. Siz buna baxmayın da, siz bunu 1% götürün uşaqlar. Keçid alırıq biz biraz böyük time frame-ə. Okey. Short duyuruq uşaqlar, short duyuruq. İmpulsiv bir short gedir. Keçid alaq biz. Burada bizdə boşluq var. Gəlin boşluğa görə bir 200 dollar yuxarı açaq. Düşünürəm ki, bu boşluq FVG doldurulmalıdır. Amma uşaqlar, millət, bax burada short gedir. Konkret olaraq Forex əməliyyatlarınızı short getdiyi zaman heç vaxtı longa çevirməyin. Forex-də məsəl üçün burada siz deyək ki, long açmısınız, okey, biraz plusa gedəcəksiniz, gələcəksiniz buralara, maksimum gələr buralara, retest zonasını görər, ondan sonra təzədən basacaq aşağı və sizi stop eləyəcək. Burada əgər biz istəyiriksə long əməliyyat açaq, bizdə struktur pozğunluğu olmalıdır. Məndə var o, bizdə struktur pozulmalıdır, bizdə
gəlməlidir, buralarda olmalıdır. Ondan sonra bir iğnə atıb buraları götürüb, sonra yuxarı gedib buranı yuxarısında bağlanmalıdır və gedib buranı qırmalıdır. Ondan sonra biz burada artıq long gözləyə bilərik ki, struktur dəyişdi. Hal-hazırda burada short gedir, ona görə də short keçid almaq lazımdır. Görürsünüzmü? Belə bir, hətta belə deyərdim, burada belə bir trend də var. Trendin üstünə keçməlidir, burada bərkiməlidir, sonra çıxıb getməlidir. Burada isə biz nə oldu? Getdilər burada stop yığmağa, yoxsa getdilər aşağı yığmadılar. Ayda deyəsən minus elədik. Getdilər stopları yığıb qayıtdılar. Ayda son saniyə blin. Buradan mən yenə açacağım. 400 dollarla yuxarı. Burada stop losslar var idi. Bu stopları vurdular. Bu dəqiqə short gedir uşaqlar burada, nə bilim. Mən prosto girmirəm. Burada FVG var. Minus olsa gedəcəm buradan. Millət şərh bölməsində bildirin görək. Necə başlamısınız bu ilə? Bu boyda boşluq var burada. Ona görə mən düşünürəm boşluğu bir doldurmaq istəyərlər. Burada gözləyib short axtarmaq daha məntiqə uyğundur. Çünki görürsünüz short gedir. Davay da qalx yuxarı görək nə oldu. 52 saniyə. Swolch dayanıb bir yerdə prosta. Forex bazarı kıstati uşaqlar. Hələ özünə gəlim. Çətindir hələ ki. Orada da periodlar olur millət. Böyük time framelərdə hansısa bir struktur əmələ gəlir. Struktur olmayanda bir də görsən ki 2-3 ay trade çətin olur. Sonra bir də görsən ki 1 ay qaymaq kimi gedir. Hansı ki aylıq şam deyək ki short açılıb və 1 ay müddətində qiymət short gedir və sən də və yaxud da ki əksinə long gedir. Aydın olurmu sizə? Nə oldu burada? Deyəsən gedəcəyik buradan. Gördünüz elə eyni yerdə. Nəysə. Doldurmaq hələ ki istəmirlər. Millət nəyi nəzərdə tuturam? Fikir verin buralara. Görürsünüzmü? Qiymət düşüb və bu boşluq doldurulub. Qiymət düşür və boşluq doldurulur. Qiymət düşür və boşluq doldurulur. O burada olacaq. Sadəcə bu dəqiqə mən burada qalmaq istəmirəm. Nəsə xoşuma gəlmir. Gedək başqa şey axtaraq. Europe Composite Index. Oyda buna qrafikdir. Əslində yaxşı qrafikdir, pis deyil. 2 dəqiqə müddətinə $600. Yaxşıdır, $600. Burada da struktur pozulub, bu sahəmizdən aşağıda bağlanıb şamımız və düşünürük ki, belə bir yığılmadan sonra güclü bir düşüş olar. Biz burada yeganə problem vaxt söhbətidir. Vaxtı gərək biz elə seçək ki, 15 saniyə məsəl üçün 2 dəqiqəlikdə, 1 dəqiqədə 4 dənə 15 saniyə var. Deməli 2 dəqiqəyə biz 8 şam müddətinə əməliyyat açırıq. Görün Swolch necə sporlu yerdə dayanıb. Çox sporlu yerdə. Getdi bax burada. Bunun üstündə stoplar çox maraqlıdır, neyəcəklər. $600 pul yatırmışam, axırı necə eləmişsiniz? Davay aşağı gedin görək. Dayanıb açdığım yerdə Swolch. Normal buraxmalıdılar, burada güclü bir qıpqırmızı şam olmalıdır aşağı. Son saniyələrdə görək. Yaxşıdır, vəsə. Uşaqlar gördünüz, yüngülvari bəxtimiz də gətirdi, yalan danışmayaq. Görürük burada qırılma var deyən 1 dəqiqə 15 saniyəlik time framedirsə, gəlin biz burada götürək bir dənə də aşağı $200, bir dənə $400 götürürəm. Düşünürəm ki, uşaqlar bu hələ davam eləyəcək. Əgər mən Forex-də burada keçid alsaydım, stopumu qoyardım bura, aqressiv stop, konservativ stopu qoyardım bura və bu sahə. Aqressiv, konservativ nə deməkdir uşaqlar? Aqressiv, baxın indi. Məsəl üçün, burada sizin stopunuz varsa, burada bəlkə də spreadlə artıq sizi vurub çıxarda bilərdi. Və ondan sonra davam edəcək aşağı getməyə. Amma sizdə burada olanda bu olur konservativ, yəni ağıllı başlı stop loss, rahat stop loss. Lotu biraz aşağı eləyirik, götürürük, yuxarı qoyuruq. Vəsə, açırıq əməliyyatımızı. Biz əgər belə aqressiv qoyuruqsa, burada bizim lotumuz əfsus çox olur və eyni pulu itiririk, amma yerimiz azdır. Amma qazancda da təbii ki, çox götürəcəyik. Burada bu dəqiqə konsolidasiyaya gedir, bu çox pis. Konsolidasiya uşaqlar, konsolidasiya bazarın yönlü bir şəkildə belə bir getməsidir. Burada görürsünüz, long gedir, bu heç. Görürsünüz ki, bazar belə bir konsolidasiyada gedir. Siz tuta bilmirsiniz, bu nə etmək istəyir. Konsolidasiya gedir, bütün likvidlik yığılır və siz də qalırsınız belə ki, niyə məndə plus olmur
və yaxud da ki, plusda olan əməliyyatın gedir minus, stop eləyir. Bunlar hamısı məndə də olur uşaqlar. Sadəcə yenə də deyirəm, vaxtında dayanmağı bacarmaq lazımdır və ən əsası düzgün yerlərdən giriş. Bunların hamısını Modul X-də öyrədəcəm mən. Bizim yeni təlimlərimiz, hansı ki fond hesablarını keçmək, fond hesabları ilə işləmək, konkret olaraq nə lazımdırsa hamısı orada var uşaqlar. Kim əgər istəyəcəksə, yenə də deyirəm millət, bu marketinq deyil, mən həqiqətən deyirəm sizə, yerlərim məhdud olacaq. Mən həqiqətən də o tələbələri hazırlaşdırdıqdan sonra mən bu akademiya söhbətini davam eləmək istəmirəm, çünki uşaqlar, yəni özünüz məntiqlə bir dənə fikirləşin. Biz nə qədər qazandıq bilmirəm, yadımdan çıxdı mənim nə qədər idi biz başlayanda. Burada funt dollarda biz belə bir hərəkət görürük. Gəlin biz buradan 2 dəqiqə götürək aşağı. Nəyə görə buradan girirəm uşaqlar? Bu Forex-ə aid deyil, baxın. Forex-də siz təsdiq gözləməlisiniz. Təsdiqlərdə hansısa bir pattern əmələ gəlməlidir, sonra girməlisiniz. Çünki siz burada hal-hazırda məsəl üçün Forex-də keçid alsaz, deyək ki, okey, gəldiniz buralara kimi, məqsəd yoxdur və burada bir ambar stop var bu dəqiqə. Bunlar hamısı vurulacaq. Bu mümkün deyil ki, bura qalsın. Bu açıq-aydın hədəfdir. Ona görə də uşaqlar long gedən yerdə siz short əməliyyat açmayın. Forex üçündür. Binarda biz şamı götürə bilərik. Burada fərqlidir biraz. Amma yenə də trendə uyğun açın. Məsələn, даже binarda belə açırsınızsa, deyək ki, gözləyin uşaqlar, gəlsin, hansısa bir fiqur çəksin, bunlara doldursun. Ondan sonra bir dənə solid əməliyyat açın. 15 dəqiqə, 20 dəqiqə, yarım saat, 45 dəqiqə müddətinə və salam. Bu 2 dəqiqəni siz yuvarlaşdırın, böyük time frame üçün özünüzə eləyin. Məsəl üçün olmasın 15 saniyəlik şamlar, olsun, deyək ki, 5 dəqiqəlik şamlar, 1 dəqiqəlik şamlar, 3 dəqiqəlik şamlar və ona uyğun da vaxtı ayarlayın və görün neçə dənə şam siz bunun aşağı düşəcəyini təxmin edirsiniz. Heç kəs dəqiq deyə bilməz. Allahın işinə qarışmayın. Yalnız Tanrı bilir gələcək uşaqlar. Biz təxmin eləyə bilərik. 14 saniyə qalır. Yenə də sporun yerdədir. Çox axmaq bir yerdə dayanıb. Oyda gördünüz, bu nə vəziyyət idi? Bu nə atış idi? Çox qəşəng. So, indi mən buradan girəcəm. Dedim sizə buranı vuracaqlar, buranı qoymayacaqlar, getdilər vurdular. İndi уже giriş eləmək olar. 400 dollarla aşağı keçid aldım və даже bir dənə də 200 dollarla keçid alacağam. Çünki buranı vurdular və heç olmasa normal bir buranı da vurmaqlarını və heç olmasa buralara qədər gəlməkləri realdır. Çünki uşaqlar buralar boşdur və buralar doldurulmalıdır. Qəşəng atdılar amma gördünüzmü? Amma yalançı qırılma idi o. Bu dəqiqə gedib orada stoplar sadəcə yığılıb funt dollarda və bu dəqiqə basacaqlar onu aşağı. Düşünün ki, longa çevrilibdi. Amma elə olmaz da, yəni burada çox stop var. Vaxt çatmamaq başqa söhbətdir, amma burada uşaqlar çox stop var bu dəqiqə. Yəni long girənlərin hamısı bura stoplarını yığıb. Bax, buralar hamısı stopdur. Bunlar hamısı yığılmalıdır, verməzlər. Bu əməliyyatdan sonra yəqin ki, mən keçəcəm artıq Forex-ə. Forex uşaqlar videoları çəkmək olmur, çox uzun. Baxın, mən Instagramda paylaşıram videolar 1 dəqiqə müddətinə. Həmən o 1 dəqiqə siz baxdığınız video 6 saat, 7 saat müddətinə çəkilir. Çox çətin əmələ gəlir onun çəkilməyə. Çünki orada 15 saniyəlik qrafiklər deyil, orada 15 dəqiqəlik qrafiklərdir. Və bu bir də görürsünüz ki, 2 gün belə ala bilər bir əməliyyat. Ona görə qeyri-realdır uşaqlar. Bu da getdilər yığmağa gördünüz. Bir dənə 200 dollar itirmişik biz. 200 dollar da bir dənə bağlansın. Super uşaqlar. Bu günlər 1000 dollar hardasa pul qazandıq buradan. Uşaqlar, video necə idi? Belə videolar gəlsinmi? Hansı formatları istəyirsiniz? Biraz aktiv olun uşaqlar. Trading aktivliyi sevir. Aktivite olmaq lazımdır uşaqlar. Şərhlər bildirin. Abunə olmamısansa dostum, əlbəttə ki, abunə ol. Yəni burada əziyyət var, video çəkilir, sənə göstərilir. Səndən də sadəcə bizə lazım olan abunə olmağın və dəstək olmağındır. Oldu uşaqlar, özünüzdən müğayət olun və planlarınızı disiplinli şəkildə qurun. Millət, disiplinsiz mümkün deyil. Bura disiplindən kənara çıxanda alınmır, həqiqi alınmır. Yəni burada yalnız və yalnız disiplin, borc xərci olmaz, kredit olmaz, faiz olmaz, ümumiyyətlə. Get, işdə əziyyət çək, cavan oğlansan, nə bilim, mən də işləmişəm, ofisiant da işləmişəm, barmen də işləmişəm, nə olacaq ki, heç nə olmaz. Get işdə, özün puluvu qazan, götür oradan bir 100 manat, 150 manat, risk elə, örgən və yaxud da ki, təhsilə yatır. Bunlar hamısı yatırımdır. Mən də vaxtilə bura eləmiş bir şəxs kimi deyə bilərəm ki, o yatırımların heç biri batmır. Çünki sən nəsə örgənirsən və tətbiq eləyirsən.
Boş-boş adamları dinləməyin, hərəkət eləyin, çünki Tanrı da həmişə hərəkət eləyənlərin yanındadır. Ona görə də uşaqlar, hamınız uğur və nailiyyətlər, bolca keş. İnşallah növbəti videoda görüşərik. Hələlik.